Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Mən Nərgiz Məmmədova. Bugün sizinlə fizika DİM 2025-ci ilin test toplusundan Ümumdünya Cazibə Qanununa aid mövzunun test izahlarına baxacağıq. Gəlin başlayaq. Birinci, Ümumdünya Cazibə Qanununun düsturu hansıdır? Düsturumuz F bərabərdir R M1 vurulsun M2 bölünsün R'in kvadratıdır. Burada gördüyünüz R bizdə gravitasiya sabitidir. M1 və M2 isə iki dənə cisimdən söhbət gedir və onların ayrı-ayrılıqda kütlələridir. Həmin o iki dənə cisim hansı ki söhbət etdiyimiz, onlar arasındakı, mərkəzləri arasındakı məsafə R-dir. M1 və M2 isə cisimlərin kütlələridir. Yəni cavab olur D variantı. Eyni şəkildə ikincidə də Ümumdünya Cazibə Qanununun hansı ifadələ təyin olunur soruşur. Y variantı F bərabərdir R, M1, M2 bölünsün R'in kvadratı. 3-də bizdən gravitasiya sabitini soruşur, yəni J-ni. F bərabərdir R, M1, M2 bölünsün R'in kvadratıdırsa, bizdə orada J-ni soruşanda J bərabər olacaq. F vurulsun R'in kvadratı bölünsün M1, M2. Yəni cavab olur D variantı. 4. Gravitasiya sabiti ədədi qiymətcə, yəni ifadələrdən hansı doğrudur? Baxırıq. Biz nə dedik? Dedik ki, onlar arasında R məsafə var və kütlələri bir-birinə hasilinə bərabərdir. Baxırıq. Aralarındakı məsafə 1 metr. Hər birinin kütləsi 1 kiloqram olan cisim, əgər burada R-ə biz 1 versək, onda olacaq 1. Aralarındakı məsafəni 1 adlandırdıqdan sonra hər iki cismin kütləsini də 1 kiloqram versək, aşağıda da olacaq 1. Təbii ki, 1 ilə 1 ixtisar edəcək və J gravitasiya sabiti F-ə bərabər olacaq. Yəni, aralarındakı məsafə 1 metr, hər birinin də kütləsi 1 kiloqram olan iki cisim arasındakı cazibə qüvvəsinə bərabərdir. Bəli, gravitasiya sabiti J, yəni F-ə bərabər oldu. Əgər hər ikisi 1 olarsa. 5. İki cisim arasındakı məsafəni 2 dəfə azaltdıqda onlar arasındakı gravitasiya cazibə qüvvəsinin qiyməti necə dəyişəcək? Gəlin, yenədən düsturumuzu yazaq. J bərabər idi. Bizdən nə soruşur? Gravitasiya cazibə qüvvəsinin cazibəni soruşur. F bərabərdir R M1, M2 bölünsün R'in kvadratı. F R ilə necə mütənasibdir? F R ilə hətta R'in kvadratı ilə tərs mütənasibasıdır. Əgər aralarındakı məsafəni 2 dəfə azaldırsa, deməli F'imiz 4 dəfə artacaq. Çünki R'imiz azalanda F'imiz artmalıdır. Ona görə 4 dəfə artar. Yəni A variantı. 6. İki cisim, iki maddi nöqtə arasındakı məsafəni 4 dəfə artırdıqda onlar arasında gravitasiya cazibə qüvvəsi necə dəyişir? Gəlin, yenidən yazaq. R M1, M2 bölünsün R'in kvadratı. Əgər R'i məsafəni artırırıqsa, onda F azalmalıdır. Neçə dəfə? Kvadratı qədər. Əgər 4 dəfə artırılırsa, F'imiz 16 dəfə azalmalıdır. Yəni olacaq Y variantı. Çünki 4-ün kvadratı. Sonra 7. İki cisimdən hər birinin kütləsini 3 dəfə azaldıb, aralarındakı məsafəni 3 dəfə artırsaq, onlar arasında cazibə necə dəyişəcək? F bərabərdir R, M1, M2, R'in kvadratı. Əgər R'i onun kütləsini azaldır, kütləsi azalırsa, F'i də azalmalıdır. Radiusunu artırırsa, ki burada bizədir artırır, onda F ilə R tərs mütənasibdir, yenə də azalmalıdır. Baxırıq, əgər kütləni hər birinin kütləsini 3 dəfə azaldırsa, bu 3 dəfə azalır, bu da 3 dəfə. Yəni 9 dəfə azalanda F necə olacaq? 9 dəfə azalacaq. Ondan sonra R'i də 3 dəfə artıranda yenidən 9 dəfə azalacaq. Onda nə olur? 9 da 9-a vuruq, eləyir 81. Yəni 81 dəfə azalmalıdır. Cavab olur Y variantı. 8. İki cisimdən hər birinin kütləsini 2 dəfə artırıb, yenə eyni şəkildə kütləni F bərabərdir R, M1, M2 böl R'in kvadratı. Kütləni azaldanda, burada bu dəfə artırmaq deyir. Kütləni artıranda F'i də artacaq. Məsafəni azaldanda
F yenidən artacaq. Və deyir 2 dəfə artırır. Yəni 2 vurul 2 eləyir 4. 4 dəfə artdı. Sonra deyir məsafəni 2 dəfə azaltdı. Yəni yenidən 4 dəfə artdı. 4-ü də 4-ə vuruq eləyir 16 dəfə artım. Yəni Y variantı. 9. Qravitasiya sabitinin vahidi hansıdır? J nəyə bərabər idi? F vurulsun R-in kvadratı bölünsün M1, M2. F Newtondur, yəni qüvvədir. R məsafədir, məsafənin kvadratı. Kiloqram vahidi də bilirik ki, kütlənin vahidi kiloqramdır. Kiloqram da kiloqrama vuranda eləyir kiloqramın kvadratı. Yəni cavab eləyəcək Newton vurulsun metrin kvadratı bölünsün kiloqramın kvadratı. Qravitasiya sabitinin beynəlxalq sistemdə əsas vahidlərlə necə ifadə olunur? İndi biz burada Newtonu açıb hamısını yazmalıyıq. Gəlin yazaq. 1 Newton nəyə bərabərdir? Kiloqram vurulsun metr bölünsün saniyənin kvadratı. Eyni şəkildə gətirib yerində qoyuram. Bunu burada yerinə qoyacağım. Kiloqram vur metr böl saniyənin kvadratı vurulsun metrin kvadratı bölünsün kiloqramın kvadratı. Nə qalır? Kiloqramın biri ilə aşağıdakı da gedəcək. Yuxarıda qalacaq metrin kubu kiloqram vurulsun saniyə. Baxırıq metrin kubu kiloqram vurulsun saniyə. Cavab olur B variantı. 11'də deyilir ki, kütlələri M1 və M2 olan maddi nöqtələr arasındakı qravitasiya qarşılıqlı təsir qüvvəsinin modulunun F olduğunu bilərək M1 və M3 kütləli maddi nöqtələr arasındakı qarşılıqlı təsir qüvvəsinin modulunu müəyyən edək. Biz bilirik ki, bizə nə verib? Bizə verilib ki, F1, 2 verib ki, F'dir. Yəni elə onun düsturunda yazaq. J M1, M2 bölünsün R-in kvadratı. Bizdə nədir? F'dir. Nəticə etibarilə. Bizdən isə F1, 3'ü soruşur. Yaxşı, gəlin indi yazaq. Yazaq F1, 2 üçün. Necə yazacaq? Yazırıq ki, eyni şəkildə J qalır. Çünki sabitdir. M1'imiz bizdə nədir? M. M2'miz bizdə nədir? 2M. Bölünsün R. Baxırıq M1 və M2 arasında nə var? Əgər birini 1 götürsək, damaların birini 1 götürsək, 1 üstə gəl 1 damalar arasında məsafə 2 eləyəcək. Yəni 2'nin də kvadratı 4 eləyəcək. Çünki R kvadratıdır bizdə. İxtisar aparsaq olacaq J 2 burada, 1 yuxarıda M kvadratı bölünsün 2'yə. Və bizdə də bu ifadəni verib ki, bu bizdə F'dir. Çünki özü verib. Verib ki, 1, 2 bərabərdir F'ə. Gəlin eyni şəkildə 1, 3 üçün yazaq. 1, 3 üçün yazsam J. M1'imiz nədir M1'imiz? M. M3'ümüz, çünki indi M3 üçün baxırıq, 4M. 4M bölünsün R kvadratı, baxırıq M1 ilə M3 arasında. 1, 1, 1, bu da 1. Deməli, ümumi məsafə nə qədər olacaq? 4. 4'ün də kvadratı nə olacaq? 16. O da bərabərdir. J, burada qalır 4. M kvadratı bölünsün 4. Bu da verir bizə nə? Bizdən də elə bunu soruşur ki, F1, 3 nəyə bərabərdir? Əgər F1, 2 F idisə, o da M kvadratı bölünsün R idi. Onda biz nisbət olaraq tapsaq, deməli F1, 3 bərabərdir F bölünsün 2 olacaq. Yəni bu ifadəni biz 2'yə böləndə F1, 3 eləyəcək. Cavab olur C variantı. 12'də deyilir, iki cisim arasındakı məsafəni 2 dəfə artırdıqda onlar arasındakı cazibə qüvvəsi 3 Newton azalırsa, cisimlər arasında cazibə qüvvəsinin əvvəlki qiymətini hesablayın. Gəlin hesablayaq. F bərabərdir J M1 M2 bölünsün R-in kvadratı. F R ilə necə mütənasibdir? Baxırıq ki, tərs mütənasibdir. Özü də kvadratik şəkildə. Gəlin yazaq F1
F1 bölünsün F2 bərabərdir R2 bölünsün R1'in kvadratı. F1'imiz neçə idi? Onlar arasında məsafə 2 dəfə artırdıq da. Əvvəl R1 idi, sonra R2 oldu, 2R1. Gəlin yazaq. Hətta F'i də buraya yazıram. Qüvvə isə F1 idi, sonra F2'si oldu, 3 Newton azaldı. F1 çıx 3. Bu F1'imizdir, bu da R'imizdir. Yazıram F1 bölünsün. F2'miz F1 çıxılsın 3, o da bərabərdir. R2'miz 2, R1 bölünsün R1, onun da kvadratı. Gəlin yazaq. R'lər ixtisara getdi burada. Elə 2'nin də kvadratı 4 eləyəcək. Yazıram F1 bölünsün F1 çıx 3 bərabərdir 4'ə. Onu da yazıram F1 4 F1 çıx 12. 12 bərabərdir 3 F1. F1 də bərabərdir 4 Newton. Cavabımız olacaq D variantı. Sonra şimdi buraları sileyim, yerimiz olsun. Aha. Bir-birinə toxunan R radiuslu iki polad küre arasında gravitasiya cazibə qüvvəsi verilib, yəni F verilib. Hər birinin radiusu 2R olan polad kürələr bir-birinə toxunduqda onlar arasında gravitasiya cazibə qüvvəsini tapın. Bizdən nəyi soruşur indi? Baxırıq ki, gravitasiya cazibə qüvvəsini soruşur. Yəni F ilə R arasında hansı münasibət doğrudur? Əgər bizə kürə veribsə, kürəni tapmaq üçün yazırıq ki, F bərabərdir R M1 M2'nin kvadratı. M1 yerinə kürədən söhbət gedirsə, mütləq biz M-in yerinə M bərabərdir rho V qoya biləcəyik. Və bilirik ki, əgər kürədən söhbət gedirsə, mütləq şəkildə onun həcmi də nəzərə alınmalıdır. Həcmi də açsaq biz radiusuna, bərabərdir 3'də 4 pi R-in kubuna. V R-nə necə asılı oldu? R-in kubu. Gəlin indi yazaq. Hamısı üçün ayrı-ayrılıqda yazacağım. Birinci üçün yazacağım ki, M rho V vurulsun rho V bölünsün R'in kvadratı. Onu da açıram. Elə bu tərəfdən açacağım. Rho V'ləri də yazıram. Bərabərdir. Rho V'nin yerinə də 3'də 4 pi R kubu vurulsun. Rho 3'də 4 pi R kubu bölünsün R'in kvadratı. Biz burada nəyi asıllığa? R'lə F'in asıllığını araşdırırıq. Düzdür? Baxırıq ki, burada neçə qalır yuxarıda? R üstü 6, bir bu, bir də bu. Bölünsün R'in kvadratı. R üstü 6, bu da R'in kvadratı. İxtisara gedəndə nə qalır? R üstü 4 yuxarıda qalır. Deməli, biz aydın olaraq tapdıq ki, F R üstü 4'dən düz mütənasib asılıdır. Yəni, F əgər R'dən bayaqları biz tərs mütənasib götürürdüksə, kürə söhbətini görən kimi F R ilə düz mütənasib, özdə üstü 4 ifadə ilə asılıdır. Gəlin indi bunları silək, yerimiz boşalsın. Baxaq misalımıza. Aha, indi deyir ki bizə, nəzərə alaq ki, F R üstü 4 ilə mütənasibdir. R olarsa deyir, iki polad kürədə qüvvəmiz olur F. Cazibə qüvvəsi olur F. İndi deyir ki, əgər 2R olarsa nə olacaq? Əgər R olanda, biz dedik ki, düz mütənasibdir. R olanda F olursa, 2R olanda nə olacaq? Biz də dedik, üstü 4'dür deyə 2R'in üstü 4, o da bərabərdir. Nə gəlin belə yazaq, nisbət olaraq yazaq. F
1, 1, 2. F1 bölünsün F2 beraberdir. Bizden de F2'ni soruşur. F1 bölünsün. Yazacağım. Hiçbir şey. Aha. Aha. F bölünsün. F2'ni axtarırıq. 2R bölünsün 2R üstü 4. Bərabərdir. R'lər ixtisara gedəcək. 1, 2 üstü də 4 eləyəcək 16. Bizdən də F2'ni soruşur deyə F2 də bərabər olacaq 16 F-ə. Cavab olur A variantı. Sonra 14. Bir-birinə toxunan R radiuslu iki polad küre arasında qravitasiya cazibə qüvvəsi F-dir. Eyni şəkildə biz nə dedik? Yenə də polad kürədən söhbət gedirsə F R üstü 4 ilə asılıdır. Bunun öncəki misalda ətraflı açıqlamalı izahını verdik. İndi deyir ki F1 F'dir. F1 bərabərdir F. R1 bərabərdir R. F2'ni soruşur. R2 də bərabərdir R bölü 2. Nisbətini yazsaq F1 yəni F bölünsün. F2 yəni axtarırıq. R1 yəni R bölünsün. R yuxarı qalxacaq 2 üstü 4'ə. Gəlin yazaq. R'lər ixtisara gedir. Qalır F bölünsün F2 bərabərdir 2 üstü 4 eləyir 16 və bizdən də F2'ni soruşur. F2 də bərabərdir F bölünsün 16. Cavab olur C variantı. 15. Biraz böyüdüm 15 düşsün. Hə. Hansı ardıcıllıqla, deməli sözlər verilib və bunu ardıcıllıqla yazmağı bizdən istəyir. İki cismin qarşılıqlı təsiri zamanı cisimlərə təsir edən qüvvələr bərabər olub istiqamətcə əks yönəlir. Yəni 5. Bu zaman cisimlərin təcilləri kütlələri ilə necə asılı olur? Yazaq. Təcildən söhbət gedir. Cismin təcilləri kütlələri ilə tərs mütənasib asılı olur. Tərs neçədir? 4. Məsələn, şəkildə göstərilmiş iki cisim arasında qravitasiya qarşılıqlı təsiri zamanı birinci cismə təsir edən qüvvə hansı tərəfə doğru olacaq? Sağa tərəf olacaq. Sağ. İkinci cismə təsir edən qüvvə isə sola doğru olacaq. Qravitasiya qüvvəsi cisimlərin kütləsindən düz mütənasib. Qravitasiya qüvvəsi bilirik ki, cisimlərin kütləsinə necə asılıdır? Düz mütənasib asılıdır. Yəni 6. Cisimlərin təcilləri kütlələrindən bir dənə nə qaldı bizdə? Hamısını yazdıq. Hə, yenə də təkrar yaza bilərik. Cisimlərin təcilləri kütlələrindən bayaqlarda yazdıq. Necə asılıdır? Tərs mütənasib asılıdır. 5, 3, 4, 2, 1, 2, 6, 4. C variantı. İndi baxırıq ağırlıq qüvvəsinə. Bu mövzumuz bitdi. İndi ağırlıq qüvvəsi, qravitasiya sahəsinin intensivliyi, sərbəst düşmə təcillinə baxırıq. Deməli, F-A bölünsün. Ağırlıq qüvvəsinin kütləyə olan nisbəti bizə J-ni, yəni qravitasiya sahəsinin intensivliyini verir. Cavab olur C variantı. F-A bölünsün. J bizə kütləni verir. F-A bölünsün J. Ağırlıq qüvvəsi dinamometr adlanan cihazla ölçülür. Ümumiyyətlə, harada qüvvə gördünüzsə bilərsiniz ki, dinamometrlə ölçülür. Sonra 4. Bunları təmizləyim.
4. 4-də deyilir ki, A nöqtəsindəki cismi təsir edən ağırlıq qüvvəsinin istiqamətini müəyyən edin. Ümumiyyətlə, ağırlıq qüvvəsi yerin mərkəzinə doğru yönəlir. Yəni, harda görsəniz, mütləq mərkəzə doğru yönələn qüvvə ağırlıq qüvvəsidir. Mərkəzə doğru yönələn qüvvə ağırlıq qüvvəsidir. F ağırlığın M nisbəti bizə J-ni, yəni qravitasiya sabitini və yaxud da sərbəst düşmə təcilini verir. Eyni şəkildə F ağırlığın R-yə olan nisbəti bizə kütləni verir. 8. Planetin səthindən H hündürlükdə ağırlıq qüvvəsi hansı ifadə ilə təyin olunur? Əgər H hündürlüyündən söhbət gedirsə, R-in yanına bir dənə də H gələcək. Yəni, yazacağıq. FH bərabərdir RM planetin kütləsidir, balaca m cismin kütləsidir və R üstəgəlsin H-ın kvadratıdır. R məsafədir. Əgər planetin müəyyən hündürlüyündən söhbət gedirsə, baxın, düşünün ki, bu planetdir və planetin mərkəzindən bura qədər olan məsafə R-dir. Bir də deyir ki, H hündürlükdədir bu cisim. Yəni, burada da var bir dənə H. Əgər mən mərkəzdən ora qədər olan məsafəni tapmaq istəyirəmsə, təbii ki, bunun ümumi məsafəsi R üstəgəlsin H edir. Yəni, söhbət bundan gedir. Ona görə də R üstəgəlsin H cavab olur D variantı. Eyni şəkildə bu ifadə sərbəst düşmə təcillinə də aiddir. Necə ki, biz qüvvəyə aid edirik. Eyni şəkildə qüvvənin düsturu ilə 1 J-yə də aiddir. J bərabərdir. Yəni, sərbəst düşmə təcili kütlə bölünsün R üstəgəlsin H-ın kvadratı. Çünki J nəyə bərabər idi? F bölünsün M-ə bərabərdir. Burada da bu M-i siləcək, gətirəcək ancaq J-ən bölünsün R üstəgəlsin H-ın kvadratı. Yəni, Y variantı. 10. Onda deyir ki, bu ifadə nəyi göstərir bizə? Bəli, ağırlıq qüvvəsini göstərir. Çünki F ağırlıq qüvvəsi bərabərdir M J-yə. Keçirik növbəti suala. 11. Bayaqlarda qeyd etdiyimiz kimi J bərabərdir M yer kürəsinin, yəni yerin radiusu, R üstəgəlsin H bizə nəyi verir? Sərbəst düşmə. Amma hansı sərbəst düşməni? H hündürlüyündən sərbəst düşmə təcilini. Sonra, məsələn, 12-də baxın. 12-də isə artıq H-ı görmürük deyə, bu düsturda H-ı görmürük deyə biz H hündürlüyündən nəzərə ala bilmərik. O, yer səthindən olan sərbəst düşmə təcilidir. Yəni, J bərabərdir RM bölünsün R-in kvadratı. 13. Cismə təsir edən ağırlıq qüvvəsinin onun kütləsindən asılılığı hansı ifadə ilə təyin olunur? F ağırlıq bərabərdir M J-yə. Yəni, düz mütənasib asılıdır. 14. 14-də deyir, qravitasiya sahəsinin intensivliyinin vahidi beynəlxalq sistemdə hansıdır? J-nin düsturu nəyə bərabərdir? F bölünsün M. F Newtonda, M kiloqramdır. Amma bizdə Newton bölünsün kiloqramı soruşmur. Bizə deyir ki, beynəlxalq sistemdə. Onda Newtonu da açırıq. Kiloqram vurulsun, metr bölünsün, saniyə kvadratı. Onu da vururuq kiloqramda 1-ə. Yəni, çünki bölünsün kiloqramda. Kiloqramlar gedəcək, qalacaq. Metr böl saniyənin kvadratı. Bunu bir növ yadınızda saxlaya bilərsiniz ki, təcildir. Yəni, qravitasiya sahəsinin intensivliyi ilə bizə sərbəst düşmə təcilini verir və sərbəst düşmə təcili də əvvəldə öyrəndiyimiz təcillə eyni vahidə bərabərdir. Yəni, ikisidən metr bölünsün saniyə kvadratıdır. 15. Qravitasiya sahəsinin intensivliyinin vahidi hansıdır? Biz bayaqlarda qeyd elədik. Newton bölünsün kiloqram, yəni S variantıdır. 16. Ədədi qiymətcə qravitasiya sahəsinin vahid kütləli maddi nöqtəyə təsir edən cazibə qüvvəsinə bərabər olan fiziki kəmiyyət necə adlanır? Biz nə dedik? Dedik J nəyə bərabərdir? Rm bölünsün R-in kvadratına. Yəni, qravitasiya sahəsinin intensivliyi. 17. Hansı nöqtədə yerin qravitasiya sahəsinin intensivliyi ən kiçikdir? Biz dedik ki, qravitasiya sahəsinin intensivliyi getdikcə, yuxarıya getdikcə J, belə yazaq da, yuxarıya getdikcə J azalır.
Hətta belə yazım. J azalır. Yəni yuxarıya getmək nə deməkdir? Mərkəzdən uzaqlaşdıqca. Ona görə də ən kiçikdir və ən kiçik də 5 nöqtəsinə uyğun gəlir. Amma mərkəzə ən yaxın olarsa, o zaman J ən böyük olur. Artır. Ona görə də ən böyüyü neçə olur? 1. Cavab olur D variantı. 19. Qravitasiya sahəsinin sınaq cisminə göstərdiyi təsir qüvvəsinin bu cismin kütləsinə olan nisbəti nəyə deyilir? F-in nəyə nisbətindir? Kütləyə olan nisbəti bizə nə verir? Sərbəst düşmə və yaxud qravitasiya sahəsinin intensivliyi. Yəni B variantı. 20. Buraları təmizləyəm. 20-də deyilir ki, cismə təsir edən ağırlıq qüvvəsinin yer səthindən olan hündürlükdən asılılıq qrafiki hansıdır? Gəlin birinci onun düsturunu yazaq. FH nəyə bərabər idi? H bərabər idi R M. Balaca M. R üstəgəlsin H-ın kvadratı. Əgər bizə deyirsə ki, müəyyən hündürlükdən, yəni yer səthindən müəyyən hündürlükdəki qrafiki qurun, o zaman siz mütləq bu H-ı nəzərə almalısınız. Və H görürsünüz ki, sürətdə yox, məxrəcdədir. Bu bizə verir ki, demək tərs mütənasibdir. Amma müəyyən bir nöqtədən başladığına görə mütləq cavabı Y variantı götürəcək. Eyni şəkildə bu J-yə, yəni qravitasiya sahəsinin intensivliyinə də aiddir. Məsələn, baxın, sərbəst düşmədə də eynidir. J nəyə bərabər edir? J, M, R üstəgəlsin H-ın kvadratı. Eyni şəkildə baxsanız, H yəni müəyyən bir nöqtədən başlayır. Ona görə yenə də müəyyən bir nöqtədən başladığına görə cavab olur A variantı. 22. 5 yer radiusuna bərabər olan hündürlükdə sərbəst düşmə təcilinin qiyməti onun yer səthindəki qiymətindən nə qədər fərqlənir? Bizdən əgər bu şəkildə suallar verilirsə, bunun üçün biz belə yazmalıyıq. Yazırıq. 5 yer radiusuna bərabərdir. Yəni H-ın yerinə biz 5R yazacağıq. Və bizdən nəyi soruşur? Sərbəst düşmə təcilini J bərabərdir. RM bölünsün R üstəgəlsin H-ın kvadratı. H-ın yerinə əgər mən 5 yazıramsa, RM R-in üstünə gələcəm 5R kvadrat. O da eləyəcək J bərabər 6R-in kvadratı. Neçə dəfə artmış oldu? 6-nın kvadratı eləyəcək 36. Yəni, əgər radiusu 5 dəfə artırsa, yəni 5 radiusuna bərabər olarsa, o zaman yer səthindəki qiymətindən 36 dəfə fərqlənəcək. Yəni, cavab olacaq Y variantı. Eyni şəkildə 23-də də. 23-də də baxsaq, J nəyə bərabər edir? J bölünsün. Yazaq onu buradan. J bərabərdir. R, M bölünsün R üstəgəlsin H-ın kvadratı. Baxın, burada da 2 yer radiusu deyir. Əgər 2R qoysam burada yerinə, olacaq 3R-in kvadratı. Əgər 3R-dirsə, o da neçə dəfə dəyişmiş olacaq? 9 dəfə azalır. Yəni, yer səthindəki qiymətindən 9 dəfə azalır. Niyə? Çünki 9 dəfə artmış olur. Əgər sürət yox, məxrəcdədirsə, məxrəcdə 9 dəfə artmağı, 9 dəfə J-nin, yəni sərbəst düşmə təcilinin azalması deməkdir. 24. Gəlin, indi 24-ü yazaq. 24-də deyilir, cismin yer səthindən hansı hündürlüyə qaldırmaq lazımdır ki, sərbəst düşmə təcili 2 dəfə azalsın. Gəlin, yazaq. Bu o deməkdir ki, JH yer səthindən hansı hündürlüyə qaldırıb sərbəst düşmə təcili 2 dəfə azalsın. Yəni, J0 bölünsün 2 olsun. Yaxşı. Biz də nisbəti yazaq. J0 bərabərdir. R üstəgəlsin. R üstəgəl H-ın kvadratı. JH-ı yerinə yazıram. J0 bölünsün 2 bölünsün J0 bərabərdir R üstəgəl H-ın kvadratı. J0-lar ixtisara gedəcək.
Qalacaq 2-də 1 bərabərdir. R üstə gəl H-ın kvadratı. Bizdən də nəyi soruşur? H-ı soruşur. İndi riyazi üsulla bunları artıq hesablamalıyıq. Hesablayaq. 2-də 1 bərabərdir. R-in kvadratı. Burada da R üstə gəlib belə yazanda daha uzun olacaq. Gəlin elə sol tərəfi kökə salaq. Ən yaxşısı ki, sağ tərəfi kökdən çıxardıq. Onsuz da bizə cavabları kök altında verib. Yazaq 1 bölünsün 2 bərabərdir. R bölünsün R üstə gəlinsin H. Bizdən də nəyi soruşur? Yuxarıda onsuz da heç nə qalmayacaq. Yəni 1 bölünsün kök altda 2. R üstə gəlinsin H. R üstə gəlinsin H bərabərdir. R kök altında 2-yə. Və bizdən də H-ı soruşur. Ona görə R kökdə 2 çıxılsın R də mərkəzdə xaricinə çıxarsam kök altda 2 çıxılsın 1. Cavabımız olacaq A variantı. Belə. Sonra 25 də eyni şəkildədir. Sadəcə burada deyir ki, yer səthindən hansı hündürlüyə qaldırmaq lazımdır ki, sərbəst düşmə təcili 3 dəfə azalsın. Bu dəfə isə 3 deyil. Eyni şəkildə saxlayıram. Sadəcə burada qiymətlərini dəyişəcəm. Təzədən yazmayım deyə. Deməli 3 dəfə azalsın. Burada da yazıram 3 dəfə azalsın. 3 dəfə azalanda necə olacaq? Olacaq 1 bölünsün kök altda 3. Burada olacaq 1 bölünsün 3 kök altında 3 çıxılsın R, o da eləcək kök altında 3 çıxılsın 1. Yəni cavab eləcək A variantı. Yəni gedişatı eynidir. Sadəcə birində rəqəm 2 verilib, birində rəqəm isə 3 verilib. Baxırıq 26-ya. Aha. 26-da deyilir ki, verilmiş kütləli cismə təsir edən ağırlıq qüvvəsi yer səthindən bu qədər hündürlükdədir. Baxın, bu verilən bizdə F0-dır. Bu isə bizdə FH-dır. Bizdən H məsafə verilib və R-i soruşur. Deyir, A nöqtəsinə uyğun gələn hündürlüyü müəyyən edin. Bunu bizdən soruşur. Burada R yazaq. Gəlin nisbətlərini yazaq. Çünki nisbətlərini biz bilirik. FH-ın F0-a olan nisbəti, R-in R üstə gəl H-a olan H-la deməli cəminin kvadratına bərabərdir. Yazdıq. F0-ımız neçədir? 180. FH-ımız neçədir? 20. 20 bölünsün 180 bərabərdir. R bölünsün R üstə gəlinsin H kvadratı. Bunlar ixtisara getdi eləyir. Yuxarıda 1, burada 90. Onu da kökə salanda 1 bölünsün 99. 1 bölünsün 9-u kökə salıram. Bərabərdir. R bölünsün R üstə gəlinsin H. 1 bölünsün 9-dan da kök çıxacaq. 3-də 1 bərabərdir. R böl R üstə gəlinsin H. 3R bərabərdir. R üstə gəl H. 2R də bərabərdir H-a. Bizdən də H-ı soruşurdu. H nəyə bərabər oldu? 2R-ə. 27. 27-nin qrafikini yuxarıda verib, ona görə yuxarıda baxırıq. Deməli, bizə burada F verilib, F0 soruşulur. Baxın, daha doğrusu F0 verilib, bizdən FH-ı soruşur. Gəlin nisbətləri yazaq. FH bölünsün F0 bərabərdir. R bölünsün R üstə gəlinsin H-ın kvadratı. Baxırıq. Bizə burada R verilib. Baxın, bu da H-da bərabərdir 2R. Gətirib indi yerinə yazıram. FH qalır. F0-ımız 180 bərabərdir. H-ın yerinə də R yazacağım. R bölünsün 2R ilə də R toplayanda 3R-in kvadratı. R-lər ixtisara getdi və FH bölünsün 180 bərabərdir. Kvadratı 1 bölünsün 9. 180 ilə də 9 gedəcək. 20. FH da bərabər olacaq. 20 Newton. Yəni cavab olacaq C variantı. Yəni C-nin üstünü yazmışıq deyə onu ağardırıq belə.
Yazırıq C variantı. 28. Yer səthindən 3 yer radiusu qədər uzaqlaşdıqda yerin qravitasiya sahəsinin intensivliyi necə dəyişir? Biz necə demişdik? Qravitasiya sahəsinin intensivliyi J asılıdır. 1 bölünsün. R üstü nə ilə? R üstü H-ın kvadratı ilə. Hətta elə burada yaza biləydi. Yəni düsturu yazaq elə. J bərabər idi. Jm R üstə gəlsin H-ın kvadratı və deyir yer səthindən 3 yer radiusu. Onda biz H-ın yerinə 3R yazanda aşağıda olacaq 4R və onun da kvadratıdır. Əgər 16 dəfə məxrəcdə artım varsa, onda intensivliyi neyniyəcək? 16 dəfə azalacaq. Yəni cavab olacaq A variantı. 29. Yerin qravitasiya sahəsinin intensivliyi yer səthindən 9 yer radiusu qədər uzaqlaşdıqda necə dəyişir? Nə qədər uzaqlaşdıqda, yer radiusu qədər uzaqlaşdıqda necə dəyişir? Bizdən bunu soruşur. Gəlin baxaq. J bərabərdir. R'm bölünsün, R üstə gəlinsin H-ın kvadratı və deyir ki 9R artıb. Yaxşı yazıram 9R. 9 R-lə də 1R-i toplayıram, eləyir 10R-in kvadratı. Deməli, əgər 100 dəfə məxrəcdə artım varsa, onda J, yəni sərbəst düşmə təcili 100 dəfə azalacaq. Yəni cavab olacaq D variantı. 30. 30-da deyilir, yer səthindən hansı hündürlükdə sərbəst düşmə təcilinin qiyməti onun yer səthindəki qiymətindən 4 dəfə azalır. Gəlin yazaq, JH-ı J0 bölünsün 4 yazırıq. Çünki 4 dəfə azalar deyir. Nisbətləri yazıram. CH bölünsün J0 bərabərdir R bölü R üstə gəlinsin H-ın kvadratı. Kvadratı. Yaxşı, indi sadəcə yerinə qoyub R-lərə olan münasibəti tapmalıyıq. Yəni biz H-ı tapacağıq, orada isə cavabımız elə R-lərlə olacaq. JH-ın yerinə də 4-ü qoyanda eləyəcək J0 bölünsün 4 bölünsün J0. Burada da J0'lar gedəcək, 4 aşağı düşəcək. Eləyəcək 4-də 1. Yazıram 4-də 1 bərabərdir R, R üstə gəlsin H-ın kvadratı. Kökə salsam, sağ tərəfi kvadratdan çıxartmaq üçün sol tərəfi kökə salacağım. O da bərabərdir R bölü R üstə gəlinsin H. Oradan da çıxacaq 2-də 1 bərabərdir R, R üstə gəlinsin H. Bunu da gətirib burada yazıram. Yazıram ki 2R bərabərdir R üstə gəlinsin H. H da bərabərdir R-ə. Cavab olur D variantı. 31-də eyni şəkildədir. Orada da sadəcə nisbətlərini yazacağım. Çünki deyir hansı hündürlükdən 9 dəfə. Bu 4-lərin yerinə bayaqki misaldakı kimi. Bayaqki misaldakı kimi J0 bölünsün 9 deyirsə bizə. Burada yazıram 9. Aşağıda 9. 9-dan da yerinə yazanda 9-dan da kvadratı kökə salanda eləyəcək, çıxacaq 3. O da eləyəcək, daha doğrusu bura 9 olacaq. Buradan da 3-də 1 çıxacaq. Gətirib yazıram 3R bərabərdir R üstə gəl H. H da bərabərdir 2R-ə. Cavabımız olur Y variantı. 32. Bunları təmizləyim. 32. Yer səthindən hansı hündürlükdə cismə təsir edən ağırlıq qüvvəsi onun yer səthindəki qiymətindən 16 dəfə azdır. Eyni şəkildə davam edirik. Əslində sildim, amma eybi yoxdur. Yazıram bu dəfə daha tez. JH bölünsün J0 bərabərdir 16 dəfə az. Yəni elə belə də qalsın. İndi yazıram nisbətlərini. 16-dan kökdən nə çıxacaq? 4-də 1 R üstə gəlinsin H-ın. 4R bərabərdir R üstə gəlinsin H. H da bərabərdir 3R-ə. Cavab eləyəcək B variantı.
33'ə baxırıq. 33-də isə deyir ki, bizə 9 dəfə azdır. Buna oxşar bayaqları elədik, amma yenə də yazaq. 9 dəfə az deyirsə 3-də 1 çıxacaq. O da r bölünsün h eləyir. R üstəgəl h eləyir. 3r bərabərdir r üstəgəl h. H da bərabərdir 2r-ə. Cavab verir D variantı. 34-də baxırıq. 34-də deyilir ki, yer səthinin verilmiş nöqtəyində sərbəst düşmə təcilləri arasında hansı münasibət doğrudur? Biz bilirik ki, sərbəst düşmə təcili RM yer kürəsi üçün bölünsün R kvadratına bərabərdir. Yəni, R ilə J tərs mütənasib astıdır, düzdür? Demək ki, hansında radius böyükdürsə, onun J'si daha böyükdür. Daha doğrusu daha kiçikdir. Hansında J balacadırsa, onun radiusu daha böyük olmalıdır. Yəni, bir-biri ilə tərs mütənasib olmalıdır. Gəlin, indi ifadələrə baxaq. Baxırıq ki, biz burada kürəyə oxşar şəkildə versə də, yer səthimiz bu formadadır. Yəni, bir nöqtəsi buradır, 2 nöqtəsi buradır, 3 nöqtəsi buradır. Və aydın şəkildə görünür ki, 1 ellips formasında olduğuna görə yer kürəsi 1 daha kiçik radiusa malikdir. Əgər 1 daha kiçik radiusa malikdirsə, şəkli biraz aşağıdan çəkim. 1, 2, bu da 3. Bir daha kiçik radiusa malik olduğuna görə onun J'si daha böyük olacaq. Yəni J1, J2, sonra da J3 böyük olacaq. Ona görə də biz dedik ki, J ilə R bir-biri ilə tərs mütənasibdir. Tərs mütənasib astıdır. 35. 35-də də eyni şəkildə ekvator verilib və bizə deyir ki, hansı münasibət doğrudur? F ilə düsturuna baxsaq, F nəyə bərabər idi? Yazırıq J, daha doğrusu F bərabərdir. Rm bölünsün R'in kvadratı. Yenə də tərs mütənasibdir. Yəni, radius artanda F azalacaq. Onda biz dedik ki, əgər yer səthindən söhbət gedirsə, o zaman ellips formasındadır və hansının radiusu daha kiçikdirsə, onun F'i daha böyükdür. Və hansının radiusu daha kiçikdir? Təbii ki, 3-ün. Ona görə də 3 ən böyük olacaq. Tərs mütənasib asılı olduğuna görə. 36. 36-da da eyni şəkildə bizə təcil verilib, h verilib və bizə deyir ki, onun yer səthində sərbəst düşmə təcilini verib, yer səthində h hündürlüyünü verib və qiymətini hesablamağı deyir. Yer səthindəkini. Gəlin yazaq. Bizdə yer səthində J0-ımız nədir? 10. H-ı da verib ki, 9R-də bizim JH-ımızı tapaq. JH bölünsün J0 bərabərdir. R bölünsün R üstəgəl H-ın kvadratı. JH-ımız axtarılır. J0 10. R. H-ımız da 9R-dir. Elə bir dəfəlik bura yazıram 10R-in kvadratı. R-lə də R ixtisar getdi. Qaldı JH bölünsün 10 bərabərdir. 1 bölünsün 100. 100-ün də biri bunu ilə gedəcək. J bərabərdir. 1 böl 10, yəni 0,10-da 1. Cavab verir Y variantı. 37. Buranı təmizləyirəm. 37. J0 verilib, H verilib bizə ki 2R-dir. Və deyir ki, J0-ın verildiyi halda, J0 elə J0-dır. JH-ı bizə tapın. Yenə də nisbətimizi yazırıq. JH bölünsün J0 bərabərdir. R böl R üstəgəl H-ın kvadratı. JH bölünsün J0 bərabərdir R. R-imizin yerinə R üstəgəlsin H-ın yerinə də 2R yazacağım. Olacaq 3R kvadratı. R-lər ixtisara gedir. JH bölü J0 bərabərdir 1 böl 9 bərabərdir. Bizdən də nəyi soruşur? JH-ı soruşur. J0 bölünsün 9. Cavab verir B variantı.
38 də eyni qaydadadır. 38-i yazmıram. Ümid edirəm testlərə baxanlar aşağıda bölmədə onun cavablarını yazar. Sadəcə qeyd etmək istəyirəm ki, eyni formadadır. Sadəcə yerində rəqəmləri dəyişirsiniz. 3R yazmışdıq biz bayaqları R ilə toplayanda. Bu dəfə isə 2R yazacaqsınız. Nəticədə isə dəyişiklik olacaq. Belə deyək də, gəlin. Mən sizə daha rahat yol olaraq deyə bilərəm ki, əgər məsələn siz orada 2R yazmışsınızsa, aşağıda 3R oldu və dəyişdi təbii ki. Oldu 4, daha doğrusu 9. Bizdə isə R-dirsə və məxrəcdə R ilə H toplananda eləyir 2R məxrəcdə. 2R də kvadratı yüksəldəndə 4 eləyir və təbii ki də 4R-dirsə, onda nisbətini tapmaq istəsək, elə cavabımız C variantı alınacaq. Həllini isə siz özünüz həll edə bilərsiniz. 39. A nöqtəsindən iki cismin yaratdığı yekun gravitasiya sahəsi intensivliyi hansı istiqamətdə yönəlmişdir? Biz bilirik ki, JH-ımız nəyə bərabərdir? RM R üstəgəl H-ın kvadratı. Yəni, R nə qədər çox olarsa, J o qədər az olacaq. Və yaxud da tərsinə, R nə qədər az olarsa, J o qədər də çox olacaq. Və biz də istiqamətini təyin edə biləcəyik. Baxırıq A-ya. A-dan M-ə qədər məsafə daha çoxdur. A-dan 2M-ə qədər olan məsafəsi 1 deyək də. Buna 1 deyim, buna 2 deyim. 1-ə qədər olan məsafə isə daha azdır. Təbii ki, əgər R hansında böyükdürsə, J azdır. Biz isə daha böyük J-ni axtarırıq. Onda tərs mütənasiblikdən hansı daha kiçikdirsə, yəni burada radiusu kiçikdir, radiusu kiçikdir. Ona görə də J-si böyükdür. Olur sol tərəfə. Bunu silirəm. Olur cavab 4. A variantı. Baxırıq 40-a. 40-da bizə nə verilib? Gravitasiya yer səthindəki gravitasiya sahəsi intensivliyi verib. Yəni J0-ı verib, H-ı verib. Bizdən H hündürlükdəki məsafəni soruşur. Eyni düsturdan istifadə edəcəyik. R üstəgəl H-ın kvadratı. Yazıram. JH soruşulur. J0-ımız 10 bərabərdir. R bölünsün. H-ımız 4R-dir. 4R-lə də R-i toplayanda eləyir 5R-in kvadratı. R-lər ixtisara gedəcək. Qalacaq JH bölünsün 10 bərabərdir. 1 bölünsün 25. 25 ilə də 15 ixtisara gedəndə burada 2, burada qalır 5. Onda buraya yazın. 5 JH bərabərdir 2-yə. JH da bərabərdir 2 bölünsün 5 eləyir 0,4. Yəni Y variantı. 41. Eyni kütləli cismə təsir edən ağırlıq qüvvəsi hansı ifadələr doğrudur? Təbii ki, ağırlıq qüvvəsi eyni kütlədən söhbət gedirsə, yer səthindən olan hündürlük nə qədər azaldıqca, artdıqca, yəni yer səthindən olan hündürlük də tərs mütənasib olduğuna görə hündürlük azalanda o isə artacaq. Yəni tərs mütənasibdir. Ona görə ən doğru cavabımız 2 olacaq. Qütbdən ekvatora doğru isə getdikcə artmır, əksinə azalır. Ona görə olur D variantı. 42. İpə bağlanmış cisim verilib, hərəkətin qüvvəsini bizdən soruşur. Eyni şəkildə gəlin yazaq. Bizə burada sadəcə verilir ki, ağırlıq qüvvəsini tapın. Heç H hündürlük falan demədən ağırlıq qüvvəsini bizdən soruşursa, biz bunu necə yazacağıq? Ağırlıq qüvvəsinin düsturu F ağırlıq bərabərdir mj-yə. Fərqi yoxdur. Yuxarıdır, aşağıdır. Burada axı bizə verib. Hansı təcillə gedir? Heç bir əhəmiyyət yoxdur. Ağırlıq qüvvəsi üzü aşağıya doğru həmişə hərəkət edir. Ona görə də mj-yə bərabərdir. M-imiz 10-dur, J-imiz 10-dur. Bir-birinə də vuranda F ağırlıq bərabərdir 100 Newton. Edir A variantı. 43-də deyir, yer səthindən hansı hündürlükdə 10 kiloqram kütləli cismə təsir edən ağırlıq qüvvəsi 25 Newton olar. Biz bayaqları hansı düsturu yazmışdıq? İndi gəlin onları yazaq. Yazırıq ki, FH bərabərdir 25 Newton. F0-ımız da bərabərdir mj0. Yəni
M 10 vurulsun. J'miz neçədir? 10 bərabərdir 100 Newton. Deməli, F0'ımız var, FH'ımız var. R də verilib bizə. Biz indi tapmalıyıq hansı hündürlükdə, yəni H-ını. Ona görə yazıram. FH bölünsün F0 bərabərdir. R bölünsün, R üstə gəlinsin H-ın kvadratı. Gətirib yazırıq yerində. FH'ımız 25 bölünsün 100 bərabərdir. R 6400, aşağıda da yazıram 6400, üstə gəlsin H-ın kvadratı. İndi kvadratdan çıxartmaq üçün sol tərəfi kök altına salacağım. Olacaq 25, burada 100 bərabərdir 6400. Üstə gəl H. Kökdən çıxardanda 5, aşağıda da 10. 400 üstə gəlsin H. Davamını da aşağıdan yazıram ki, deməli 6400'ü 64000 yazacağım. Bərabərdir 5'ə vururam. Deməli neçə edir? 20, 32, 0, 0. Bir dənə də 0. Üstə gəlinsin 5H. Sola çevirəndə eləyir 32000 bərabərdir 5H-a. H da bərabərdir 32-ni bölürük 5-ə eləyir 64, 0, yəni 6400 kilometr cavab eləyir Y variantı. 44. İndi 44 üçün aşağıları silirəm. Baxırıq 44-də. 44'də deyilir ki, kütləsi və radiusu yerin kütləsi və radiusundan 2 dəfə böyük olan. Yenə də yazırıq, yazaq. Verilənləri yazıram. M planet üçün bərabərdir. Yəni yer üçün, yer səthi üçün yazıram və planet üçün yazıram. Planetin səthindən fərqini bilmək üçün 2 M yer. R planet bərabərdir 2R yer. Çünki hər ikisi 2 dəfə böyükdür yazılıb. Yaxşı, bizim də düsturumuz nəyə bərabər edir? J bərabər edir. J M bölünsün R-in kvadratı. Gəlin indi tapaq. Nisbətlərini tapmaq üçün J R ilə necə mütənasibdirsə gətirib yerinə yazırıq. Nisbətini hesablayırıq. Buradan aşağıdan yazıram. R1 bərabərdir J M planet üçün yazıram. Planet üçün bərabərdir 2M bölünsün R 2R'in kvadratı. J yer üçün isə standart olaraq M yer. Burada da R yerin kvadratı. İndi nisbətlərini yazıram. P bölünsün R yer bərabərdir. Nisbətlərini yazanda J'lər ixtisara gedəcək və yuxarıda qalacaq. 2M yer. Aşağıda da 4R'in kvadratı. Yuxarıda R yerin kvadratı. Aşağıda da M yer. M'lər getdi, R'lər getdi, qaldı 2-də 1. Bizə isə görürük ki, yer səthi üçün J'ni də verib. J'ni bizə verib ki, 10'a bərabərdir. Yazıram 10. 10'da JP bölünsün. Bu tərəfi silim ki, qarışdırmayasınız. 10'da planet üçün J'miz neçə idi? J planet bölünsün 10 bərabərdir 2'də 1. Onda J planet də bərabərdir 5 metr böl saniyə kvadratı. Cavab olur C variantı. Eyni şəkildə 45'də də deyir ki, yerin kütləsini 8 dəfə artırırıq. Radiusunu isə nə qədər? 4 dəfə. Onda ifadəmiz necə olacaq? Baxırıq. Gəlin yazaq. Biz bayaqları hamısını ayrı-ayrılıqda yazdıq. Nə gördük? Gördük J planet bölünsün J bərabərdir M planet
bölünsün m yer eyni formada olurdu. Amma r-lərimiz fırlandı. Yəni r yer yuxarı qalxdı, planet isə aşağı düşdü. İndi isə sadəcə yerinə qoyub yazaq. Bayaqları tam düsturunu yazdıq, hamısını ifadə elədik, əvəzlədik. Burada isə tam şəkildə yazırıq. Yazıram, m planet nəyə bərabərdir? Gəlin onları da yazaq. Kütləsi yerin kütləsindən 8 dəfə böyükdür. Yəni, planet bərabərdir 8m yer. Radiusu isə 4 dəfə böyükdür. RP bərabərdir 4R radius. Gəlin yazaq. M planet 8m yer bölünsün m yer. Radiusa yazıram. R radiusun kvadratı. Aşağıda da planetdə 16. R radiusun kvadratı. Radiuslar getdi. M yerlər getdi. 8-dən də 16 ixtisara gedəndə qalır 2-də 1. Deməli, bizim ifadəmizdə nə olundu? Planet bölünsün 0, yəni yer üçün bərabərdir 2-də 1-ə. Və görürük bizə J-ni verib. J-ni bizə veribsə, eyni şəkildə J planet üçün bərabər olur. 5 metr böl saniyə kvadratı. Cavab olur B variantı. Sonra baxırıq 46-ya. 46-da deyilir, kütləsi yerin kütləsindən 8 dəfə böyük olan planetin səthində sərbəst düşmə təcili yer səthindəki sərbəst düşmə təcilindən 2 dəfə böyükdürsə, planetin radiusunun yer radiusuna olan nisbətini tapın. Yaxşı, tapaq. Yazıram. Nəyə axtarıq? Planetin radiusunu yerin radiusuna olan nisbətini tapın deyir. Və bizim radiusun düsturunu tapmaq üçün J bərabərdir. Rm bölünsün R kvadratı düsturumuz var. Buradan R nəyə bərabərdir? R kvadratı bərabərdir. Rm bölünsün balaca J. Onda R də nəyə bərabər olur? Kök altında. Rm bölünsün balaca J. Deməli, gəlin indi o ifadələri yazaq burada. J R ilə necə mütənasibdir? Onları yazırıq. Böyük J-ni qeyd eləməyəcəm, çünki J sabit bir qiymətdir. Əgər nisbətlərini tapsam, onlar ixtisara gedəcək. Deməli, yazıram kök altında. M ilə necə mütənasibdir? Düz mütənasibdir. Ona görə düz mütənasib P-ni P-yə yazıram, Y-ni də Y-yə. J ilə tərs mütənasibdir. Ona görə də burada yazıram. J yer, J P. Gətirib ifadələrini yerinə qoyacam. Gətirib ifadələrini yerinə qoyacam və yazıram. MP. İndi gəlin o ifadələri əvəzləyək. Kütləsi yerin kütləsindən 8 dəfə böyükdür. Yəni yazıram. Kütləsi 8 dəfə böyükdür. 8M yer kütləsi. Yer səthindəki sərbəst düşmə təcilindən, sərbəst düşmə təcili JH yerdəkindən 2 dəfə böyükdür. J0. Aha. İndi radiusların nisbətindir. Gətirib yerinə qoyub yazıram. MP bərabərdir 8M yer bölünsün M yer. Burada bu planetdir. H yox, planet yazaq. J0'ımız bilirik ki, yer üçündür. Ona görə yerin yerinə yazacağım J0. J planetə də yazacağım 2J0. Bağladıq. J0'lar getdi. M yerlər ixtisara getdi. Qaldı 8 bölünsün 2. O da bərabərdir. Kök altında 4'ə. Kökdən də 4'dən nə çıxacaq? Çıxacaq bərabərdir 2'yə. Buraları təmizləsəm. Deməli, kökdən də çıxacaq. Cavab olacaq A variantı. A variantı. 47. 47-də deyir, səthindən sərbəst düşmə təcili 3,3 metr böl saniyə kvadratı olan planetin radiusunun hesablayın. Hesablayaq. Biz dedik ki, J-nin düsturunu J bərabərdir. Rm bölünsün R kvadratıdır. Və bizə əgər planetin sıxlığı verilibsə, deməli biz M-i ρ ilə əvəz eləməliyik. Yəni yazacağıq. J, M-in yerinə yazacağım ρ V bölünsün R kvadratı. Sonra baxıram ki, mən V-ni də əvəz eləməliyəm. Onda necə yazacağım? Yazacağım ki, J, ρ, V-nin yerinə də yazacağım. 3'də 4 pi R kubu bölünsün R-in kvadratı. Gəlin indi ifadələri yerinə yazaq. Bərabərdir. J-nin qiymətini verib bizə. Nə qədər? Aha. J-nin qiymətini verib bizə. Hətta burada R-ləri ixtisar aparsam, yuxarıdakı ilə nə qalır cavabımız? J, ρ. 3'də 4'ü qarşıya keçirdirəm.
3'də 4 J, Ro, Pi, R. Pirojna. Pirojer. Pirojna. Deməli, 3'də 4 pirojer. Gətirib indi ifadələri yerinə yazacağım. Bərabərdir. Yuxarıdakıları silirəm. Misalı öz yerində yazım deyə. Gətirib buraya yazıram. J bərabərdir. 3'də 4 J, Ro, Pi, R. Yəni pirojna. Bərabərdir. Bizdən nəyi soruşur? Bizdən soruşur radiusunu. Onda R bərabərdir yazacağım. 3J bölünsün 4 böyük J, Ro, Pi. Bərabərdir. 3'ü vururam 10'a. Yox, 3,3 yazılıb. Rəqəmi səhv gördüm. Yazıram 3,3'ə. Bölürəm 4 vurulsun. J'nin yerinə 6,6 vurulsun. 10 üstü -14. Ona görə mənfi olduğuna görə yuxarı qaldırıram və yazıram 10 üstü müsbət 14. Sonra aşağıda ro var. Sıxlıq baxıram 2500'dür. Bunları aşağıdan yazım ki görsənsin. 4 vurulsun. Neçə idi o? 4 vurulsun 6,6 vurulsun 2500. Sonra pi vurulsun 3'ə. Bunları ixtisar aparım. 3,3 ilə 6,6'nı ixtisar aparım. Aşağıda qalır 2. Üç ilə 3'ü ixtisar aparım. Burada qalır 8. Yuxarıda 10 üstü 11. Aşağıda da 8'i də vururuq. 2500'ə. Eləyəcək. Hı. 4 dənə buradadır. Yuxarıdakilərlə ixtisara aparıram. Nə qaldı? Yuxarıda qaldı. Deməli 4 dənəsi aşağıda getdisə yuxarıda qalacaq. 4 dənəsi gedəndə yuxarıda neçəsi qaldı? 11'dən 4'ü çıxırıq. Eləyir 7. 10 üstü 7 bölünsün 2'yə. Bərabərdir. Biz onu 2'yə bölmək üçün yazsaq eləyəcək 5000 vurulsun 10 üstü 3. Və biz tapmışıq ki bu metrləndir. Çünki bizdə planetin sıxlığını metrlə verilib, həmçinin təcrünü metrlə verilib, hamısı metrləndir. Amma cavablarda bizə kilometrlə verilib. Biz bilirik ki, əgər 1 metri kilometrə çevirmək istəyiriksə, onu 10 üstü 3'ə bölməliyik. 10 üstü 3'ə də böləndə cavab eləyəcək 5000 kilometr. Cavab eləyir Y variantı. 48. 48'də deyilir. Səthində sərbəst düşmə təcili 6,7 metr bölünsün saniyə kvadratı olan planetin orta sıxlığı. Eyni şəkildədir. Bu dəfə bizə radiusunu verib və deyir ki, bizdən nəyi hesablayan orta sıxlığını, yəni rho-nu tapın. Düsturumuzu eyni şəkildə aşağıya köçürürük və yazırıq. J bərabərdir 3'də 4 pirojer, pirojna. Sıxlığın düsturunu necə təyin edəcəyik? 3'də, yəni yuxarıda yazılacaq 3J bölünsün 4 pi J R. Rho bərabərdir. Gəlin indi ifadələri yerinə qoyaq. 3 vurulsun J'nin yerinə 6,7. 4 vurulsun P'nin yerinə 3. J'nin yerinə 6,7. 10 üstü 11 yuxarı qalxır və müsbət 11 olacaq. Vurulsun aşağıda bir də R var 5000. 5000 kilometrdə mütləq metrə çevirəndə yazacağım 10 üstü 3. Deməli 3, burada da 3. 6 dənə getdi. Yuxarıda qaldı 10 üstü 5. 6 dənəsi getdi. Neçə dənəsi qaldı? 5 dənəsi. 6, 10 da 7'də getdi. 3'lər getdi və qaldı aşağıda 20. Yazıram 10 üstü 5 bölünsün 20'yə. Cavabımız da eləyəcək. 10 üstü 5 eləyir 100.000. 100.000'i də 20'yə böləndə eləyir 5000. Cavab eləyir B variantı. 49.
49-a deyilir, yer səthindən h bərabərdir r hündürlükdə cismə təsir edən ağırlıq qüvvəsi 160-dır. Yer səthindən əgər 3r olarsa, bu zaman hansı qüvvə təsir edir? Bunun üçün də nisbət tapacağıq. Gəlin yazaq. FH üçün bizim düsturumuz necə idi? J, M böyük M, R üstə gəlinsin, H-ın kvadratı. Və burada deyir ki, əgər R olarsa, H-ın yerinə R olarsa, aşağıda olurdu 2R. Onu da kvadrata yüksəldəndə olurdu 4R-in kvadratı. Əgər 4R-in kvadratı olanda bizim qüvvəmiz 160-dırsa, riyaziyyatdan tənlik quraq. Əgər 160 Newton idisə, bizdə nisbəti, hətta tənlik kimi yox, elə öz nisbətimiz kimi yazaq. F2-nin, yəni axtardığımız qiyməti, F1-ə nisbəti bərabərdir R1-in R2-yə nisbəti. Amma necə? Kvadratik. Mən də kvadratiklərin yerinə hazır yazacağım. Qoyacağım yerinə. Yazıram. F2-mizi axtarırıq. F1 160 bərabərdir 4R-in kvadratı. Əgər deyir H bərabərdir 3R olarsa nə olacaq? Gətirib yerinə qoyuram. 3R eləyir 4R. 4R-in də kvadratı eləyir 16R kvadratı. R kvadratları ixtisara getdi. 16 ilə də 16 gedəndə solda 10 qalır. Ona görə də F2 bərabər olur 40 Newtona. Cavab olur A variantı. 50. Bunları silim. 50-də deyilir ki, yer səthindən sərbəst düşmə təcilinin qiymətini qəbul edərək yer səthindən bu hündürlükdəki onun qiymətini hesablayın. Bizim bir düsturumuz var ki, JH bölü J0 bərabərdir R bölünsün R üstə gəl H-ın kvadratı. Sadəcə ifadələri yerinə qoyub yazacağıq. Gəlin yazaq. Əgər JH deyir ki, yer səthində sərbəst düşmə təcili bu qədərdir. Yəni, yer səthi üçün qıraqdan yazım, bu tərəfdən yazırım. Burada boşluq var. JH-ı axtarırıq. Əgər J0-ı veribsə bizə 9,6 yazacağım. O da bərabərdir R yerində qalır. H-ın yerinə 3R deyir verəcək. R 3R gələndə eləyəcək 4R-in kvadratı. R-lər ixtisara gedəcək və JH bərabər olacaq. 9,6 bölünsün 4-ə. O da bərabərdir. Burada 9,6 yox. 16 yox. Daha doğrusu 4R, 4-ün də kvadratı eləyəcək 16. 4-ün kvadratı eləyəcək 16. 9,6-nı da böləndə 16-ya eləyəcək 0,6. 0,6-nı 16-ya vuranda eləyir 9,6. Cavab eləyir D variantı. Baxırıq 51-ə. 51-də deyilir 4 M kütləli və M kütləli bircins kürələr verilib və onlar arasında bir dənə məsafə verilib. Və deyir ki, kürələrin yaratdığı qravitasiya sahəsində hansı qravitasiya sahəsi olmalıdır ki, o sükunətdə qalsın? Kürənin mərkəzindən hansı məsafədə yerləşdirmək? Bizə bir cisim verir və deyir ki, o kürəni hansı mərkəzdə yerləşdirməlisiniz ki, yəni hansı məsafə olmalıdır ki, o cisim sükunətdə qalsın. Baxın, məsələn, burada yerləşdirmək üçün biz cismi, hər hansısa bir cismi, bunun ümumi məsafəsi L-dirsə, biz X-i tapmalıyıq, düzdür? Yəni, məsafəni tapmalıyıq. Çünki bizə nə deyir? Deyir, 4N kütləli kürənin, yəni bunun mərkəzindən bu hansı məsafədə olmalıdır ki, biz onu X versək, hansı məsafədə olmalıdır ki, hara yerləşdirməliyəm ki, bu cisimlər kürələrin yaratdığı qravitasiya sahəsində sükunətdə qalsın. Əgər biz ora X versək ki, axtardığımız X-də, onda biz bu hissəni L çıxılsın X qeyd eləyə bilərik. Və bizim F düsturumuz var ki, ümumdünya cazibə qanununa görə M böyük M, çünki biri böyük, biri balacadır və planetdən söhbət gedir, R-in kvadratına bərabərdir. Gəlin də bir dəfə 4M üçün tapaq, bir dəfə M üçün tapaq. Gəlin yazaq. F4M üçün tapsan, J bərabərdir. M vurulsun 4M
bölünsün. Məsafəsi nə qədərdir? 4m-in məsafəsi x kvadratıdır. Bəs tək m üçün yazsam, m üçün yazsam, birini balaca m yazım ki, siz bunu qarışdırmayasınız. 4m dəqiqə 4m-in balaca m-lə f böyük m-in balaca m-lə. Buna diqqət edin. J m-in neçə olacaq? M vurulsun böyük m bölünsün. Onun arasındakı məsafə nədir? L çıxılsın x-in kvadratı. Yaxşı, biz indi ifadələri belə yazdıq və bizə deyir ki, sükunətdə qalmalıdır. Bəs sükunətdə qalması üçün biz nə etməliyik? Onları bir-birinə bərabərləşdirməliyik. 4m m ilə f m bir-birinə bərabər olmalıdır. Niyə? Çünki sükunətdə qalmalıdır. Onda gəlin indi onları bərabərləşdirək. Yazıram. J m vurulsun 4m bölünsün x kvadratı bərabərdir J m vurulsun böyük m L çıx x-in kvadratı. J'lər getdi, m'lər getdi, böyük m'lər getdi. Nə qaldı? Qalan ifadələri yuxarıdan yazıb oradan hesablayacağım. Yazıram. 4 bölünsün. Nə qalıb onları yazıram. X-in kvadratı bərabərdir. 1 bölünsün. L çıxılsın x-in kvadratına. Bizdən nəyi soruşur? Bizdən soruşur ki, x nəyə bərabərdir? Biz onu axtarırıq. İndi gəlin vuraq. Sağ tərəfi kökdən çıxartma. Ümumiyyətlə, hər ikisini kökə salıb kökdən çıxarda bilərik. Ona görə nə edirik? Yazıram. 4x-in kvadratı bərabərdir. Kök altda 1. L çıxılsın x-in kvadratı. Onda 2 bölünsün x bərabərdir. 1 bölünsün L çıxılsın x yaza bilirəm. Niyə görə? Çünki hər ikisinə də eyni bir nəticəni verdim. Yəni, hər iki tərəfi sağı da solu da kvadrata da yüksəldə bilərəm. Sağı da solu da hər ikisini kök altına sala bilərəm. Yazıram. X bərabərdir. 2L çıxılsın 2x-a. Onda x-i keçirtmək üçün sola 3x bərabərdir 2L-ə. X da bərabərdir 2 böl 3 elə. Cavab olur. Baxaq, gedək, görək. Burada yoxdur cavablar. 2L böl 3. 2L böl 3. Yəni, Y variantı. Buraları biraz təmizləyək. Deməli, indi isə keçirik artıq açıq suallara. 52-də deyilir, ifadələrdən hansılar doğrudur? Dəniz səviyyəsindən olan hündürlük artdıqda yerin qravitasiya sahəsinin intensivliyi və ağırlıq qüvvəsinin fərqini soruşur. Gəlin düsturlarını yazaq. FH bərabərdir. M bölünsün. R üstəgəl H-ın kvadratı. Görürük ki, tərs mütənasibdir. Əgər artırsa, həm intensivlik H-ın kvadratı. Həm əgər hündürlük artırsa, həm intensivlik, həmçinin də ağırlıq qüvvəsi azalacaq. Ona görə də tərs mütənasib. Çünki bir-biri ilə düz mütənasib deyirlər. Tərs mütənasibdirlər. Bu da azalır, bu da azalır. 53-də deyir ki, yerdən 2r məsafədə yerləşən cismin yerdən olan hündürlüyü azaldıqda, deməli, əgər tərs mütənasib olduğunu deyiriksə, mütləq azalırsa, digəri azalmaz, artar. Yəni, 1, 4. 54-ə baxırıq. Bunları təmizləyim buradan. Aha. 54-də deyilir ki, H yenə verilib bizə və bizə deyir ki, nisbətinə əsasən kütləsində təyin etməliyik. Gəlin yazaq. Nisbət düsturumuz necə idi? F0 bərabərdir. R bölünsün. R üstəgəl H-ın kvadratına. Bizə isə F0
yerləşən cismin h hündürlükdəkinin qüvvəsini bizə verib. Yəni FH-ı verib bizə ki 50-dir. F0-ımız isə mg0-dır. Bizdən isə kütləni soruşur. Yəni baxın bu kütləni soruşursa bizdən biz onda F-i tapa bilərik. F-i tapandan sonra da gətirib J-yə bölərik. Nisbət olaraq da kütləni tapa biləcəyik. Yaxşı, gəlin indi yazaq. FH bölünsün. FH-ımız neçədir? 50 bölünsün. F0 bərabərdir. R bölünsün. R üstə gəlinsin. H-ın da yerinə R qoyuruq. 2R'in kvadrat. R'lər ixtisara getdi. Qaldı 50 bölünsün. F0 bərabərdir. 1 bölünsün 4. F0 da bərabərdir 200. Deməli, biz buradan tapdıq ki, 200 bərabərdir M vurulsun J0-a. J0-ın da qiymətini verib deyə elə bir dəfəli yazıram. Burada yazıram 10. O da bərabərdir. M bərabərdir 20 kiloqram. Cavab eləyir 20. Keçdik 55-ə. 55-də deyilir ki, yer səthində cismə təsir edən ağırlıq qüvvəsi F0 bərabərdir 72 Newtondur. Və deyir ki, yer radiusu hündürlükdə həmin cismə təsir edən ağırlıq qüvvəsini tapın. Yəni FH-ı soruşur. Yerin radiusu hündürlükdə. FH-ı da yazdıq. Yazacağıq ki, H bərabərdir R-ə. FH bölünsün F0 yazıram. Yuxarıda bir dəfəli yazıram. Yazıram R. R-in üstünə də R-i gəlirəm. Yazıram 2R'in kvadratı. FH bölünsün 72 bərabərdir. 1 bölünsün 4-ə. FH da bərabərdir. 72 bölünsün 4. Eləyir 18. Cavab eləyir 18 Newton. 56. Aha. 56 deyilir. Verilmiş kütləli cismə təsir edən ağırlıq qüvvəsinin yer səthindən olan hündürlükdə asılılıq qrafikinə əsasən uyğunluğu müəyyən edin. Baxırıq ki, bizdən nələr soruşur? 1. H1-ə uyğun A nöqtəsində cisim yer səthindən nə qədər hündürlükdədir? Onları soruşur. Baxırıq, nə qədər hündürlükdədir? FH bölünsün F0 bərabərdir R. R üstə gəlsin H. Mütləq bunu yazaq, qoyaq yerində. F0-ımız eynidir. F0-dır. FH-ımız isə A nöqtəsi üçün, əgər A nöqtəsindən söhbət gedirsə, F0 bölünsün 4-dür. Mən də F0 bölünsün 4 yazsam yuxarı. F0-lar ixtisara gedəcək və qalacaq 4-də 1 bərabərdir. R bölünsün. R üstə gəl H-ın kvadratı. Kvadratdan da çıxartsam olacaq. 2-də 1 bərabərdir. R. R üstə gəlinsin H. Deməli, burada R olarsa, H-ın yerində R olarsa, qiymətimiz 2-də 1 alınacaq. Ona görə də H bərabərdir R olmalıdır. Yəni, yerin radiusuna bərabər olmalıdır. Yazıram 1-ə D. Birə D. 2. H2-də baxırıq. Eyni şəkildə bu dəfə isə 9-dur. Onda yazıram 9-da 1 bərabərdir. R bölünsün. R üstə gəl H-ın kvadratı. O da eləyir 3-də 1 bərabərdir. R üstə gəlinsin H. Deməli, H-ın yerinə nə olmalıdır? 2R olmalıdır ki, biz ifadəni yazanda 3-də 1 alınsın. Ona görə də 2 mislinə bərabər olmalıdır. Yəni, cavab olur B. İndi digəri üçün yazaq. Bu dəfə isə 16-dır. Yazıram. 16-da 1 bərabərdir. R üstə gəlsin R, H kvadratı. O da eləyir 4-də 1 bərabərdir R. R üstə gəl H. Deməli, H-ımız
3 R olmalıdır ki cavabımız 4'də 1 olsun. 3 R'də olan 3 misli, yəni C variantıdır. Deməli, burada da cavab 1-ə uyğun gəlir. D 2-yə uyğun gəlir. B 3-ə uyğun gəldi. C variantı. Növbəti 57. Eyni şəkildə bu dəfə isə J üçün hesablayacağıq. JH bölünsün J0 bərabərdir. R bölünsün R üstə gəl H-ın kvadratı. Gəlin indi yazaq. 9'dursa bu dəfə hesablamaları yazmadan şifahi şəkildə yazıb yerinə qoyacaq sadəcə. Baxın, əgər bu dəfə 9'dursa, 9 olanda necə olurdu? Yazırdıq 9'da 1 bərabərdir. R üstə gəl, R üstə gəl H-ın kvadratı. O da 3'də 1. R üstə gəlsin H. Deməli, H-ımız neçə olmalıydı? 2R olmalıydı. Yəni 2 mislinə bərabərdir. Cavab olur A variantı. Sonra B variantı üçün, B üçün hesablayırıq biz. Yazıram necə? 9, 16. R üstə gəlsin, R üstə gəlsin H-ın kvadratı. O da 4'də 1 bərabərdir. R üstə gəl H. Deməli, H-ımız olmalıydı 3R ki, qiymət bərabər. O da 3 misli deməkdir. Yəni, Y variantıdır. Və sonuncu C üçün hesablayıram. C-də baxıram ki, 25'dir. Əgər 25 yazılıbsa, 25 yazacağım belə. R üstə gəlsin H-ın kvadratı. 25'dən də 5 çıxacaq kökdə və bunun da sağ tərəfi də kökdən çıxarda bilirik. Yazırıq H. Onda H-ın yerinə 4R olmalıdır ki, biz yerinə qoysaq cavabda B olsun. Yəni 4 mislinə bərabərdir. O deyir C variantı. Yəni doğru cavab olur 1-ə A, 2-yə Y, 3-ə C. Bugünlük bu qədər. Gələn dərsimizdə şaquli aşağı atılmış cismin hərəkəti və sərbəst düşməsi haqqında test izahlarına baxacağıq. Əgər siz də dərslərimizdən yararlanırsınızsa, bizim ödənişsiz WhatsApp qrupumuza qoşula bilərsiniz. Yuxarıda qeyd olunan nömrədə bizim yaza bilərsiniz və ödənişsiz qrupumuzun linkini ala bilərsiniz. Bundan əlavə olaraq onlayn və əyani şəkildə dərslərimiz də tədris olunur. Onlara da qoşula bilərsiniz. Əgər dərslər sizin üçün yararlıdırsa, dostlarınızla bölüşməyi və bəyənib rəy yazmağı unutmayın. Sağ olun, hələlik.